Göstərir gənclik, göstərir inkişaf, göstərir mədəniyyət, göstərir həsir. Hər birisi Həsir Podcast kanalında xoş gördük, hörmətli izləyicilər. Bugünkü qonağımız Faiq müəllimdir. Sizi salamlayıram Faiq müəllim, xoş gəlmisiniz. Aleyküm salam, çox sağ olun, təşəkkür edirəm. Çox sağ olun ki, məni dəvət etmisiniz. Sizə də uğurlar arzulayıram. Çox sağ olun, minnətdaram. Studiyamız necə, bəyəndinizmi? Dizaynımızı? Çox gözəl, çox kreativ, maraqlıdır. Həm də keçmişi və gələcəyi birləşdirmisiniz. Maraqlı alınıb. Çox sağ olun, təşəkkür edirəm. Faiq müəllim, suallarıma formada başlamaq istəyirəm. Demək olar ki, siz bütün Lənkəran tanıyır öz həddinizlə, hansı ki, fəaliyyətlərinizlə, işinizlə, hamıca sizin bacarığınıza bələddir. Amma sizi araşdıranda bir məqam mənim çox qətlimi cəzb etdi. Siz 2 dəfə magistratura imtahanına başvurmusunuz və onu davam elətdirməmisiniz. Mənə çox maraqlıdır. Nə idi ki, qeydiyyatdan keçdiniz, hansı ki, özünüzü sübut etmək istəyirdiniz ki, bunu bacararam, yoxsa hər hansı bir səbəb mi var idi altında? Çox maraqlı sualdır. Demək, mən universiteti bitirən ili 4-cü kursda olanda imtahan hazırlaşırdı, mən də hazırlaşırdım magistratura imtahanı və imtahandan keçdim. Bizlə birlikdə bir neçə nəfər tələbə yoldaşımız qəbul oldu. Yüksək nəticə göstərdi. Mən ikinci turda iştirak etmədim. Birinci il ona görə iştirak eləmədim ki, həmin ildə qərar çıxdı ki, magistraturaya qəbul olan şəxslər hərbi xidmətə getməyəcəklər, magistraturadan sonra gedəcəklər. Bu mənim qərarıma çox böyük təsir elədi. Dedim, yox, gedim gəlim sonra da, yəni artıq indiki halda belə 18 yaşlı uşaqlarla əsgərlik edəcəm. 2 ildə oxusam, ondan sonra daha çox böyük fərq yaranacaq. Mənim də həm düşünürəm ki, həvəsdən düşə bilərəm və ya ki, başqa təsirlər ola bilər ki, indiki halda daha çox düşünürəm uyğunam, getməliyəm. Digər səbəblər də oldu, amma səbəblərdən biri bu oldu. İkinci imtahana getmədim. Əvvəl ixtisas imtahanı da var idi, ikinci imtahana getmədim. Belə düşünürəm. Amma birinci imtahana yüksək nəticə göstərmişdim. Elə o bal kifayət edirdi ki, mən qəbul ola bilərdim. Amma ikinci dəfə əsgərlikdən getdim, gəldim və işə qəbul oldum. Daha sonra yenidən öz şansımı sınamaq istədim. Yenə qəbul oldum Lənkəran Universitetinə. Orada artıq qəbul olmuşdum, proses başlamışdı. Sentyabrda dərslərə getməli idim. Amma mən müəllim işləyirdim və Ucqar Dağ kəndində və gördüm ki, işlərimlə alınmayacaq da. İşə gedirəm, Ucqar kəndi, orada qalıram, gəlmirəm və məktəbə getməliyəm. Mən rektorun qəbuluna yazdılar. Getdim rektorun qəbuluna. Gedən vaxta qədər araşdırırdım. Özüm də araşdırırdım. Sosial şəbəkələrdə paylaşmışdım, hətta Facebookdakı qəbul olmuşam bu ixtisasda magistraturaya, üstün tərəfləri, mənfi tərəfləri və məsləhət görürsünüzmü? Ətrafımda tanışlarla, oxuyanlarla maraqlandım. Belə nəticəyə gəldim ki, böyük bir təsiri olmayacaq, fərq qoyulmur. Əvvəl müəllimlər arasında bir fərq qoyulurdu. Magistratura oxuyan müəllimlərin maaşına da təsir edirdi bu və digər yerlərdə ona üstünlük verilirdi. Amma son dövrlərdə bu fərq aradan qaldırılıb, fərq yoxdur. Digər tərəfdən də işimlə alınmadığı üçün imtina elədim. Təhsil bizə biraz vaxt həm qazandırır ki, özümüzü tapaq, özümüzü inkişaf etdirək. Əgər özümüzü inkişaf etdirə biliriksə, təhsilin hazırda bizə o qədər də qata biləcəyi böyük bir qatqı olmur orada. Ələlxüsusda bizim hazırki magistratura təhsilində bir növ bakalavr təhsili kimi davam eləyir. Düşünürəm belə olmalıdır ki, magistr tələbələrinə deməlidirlər ki, siz gedin araşdırın, araşdırma aparın, 3 aylıq, 5 aylıq, 1 illik nəticə kimi çıxarın ortaya. Nəyisə müdafiə eləyin. Amma onlar bakalavrlar kimi gəlirlər, dərs oxuyurlar, dərs deyirlər, dərs danışırlar, gedirlər. Düşünürəm ki, çox da böyük bir fərq yox. Odur mən başqa ölkədə olsaydı bəlkə də düşünürəm ki, bəlkə oxuya bilərdim, amma bizim ölkə hələ ki ona uyğun görmürdüm. Yəni vaxt itkisi kimi də görürdüm onu. Əslində yaxşı bir məqama toxundunuz. Bakalavrdan magistr dərəcəsinin fərqlərinə buna davam etməyəcəyik. Verilişin mövzusunu seçəndə sizin fəaliyyətlərinizə əsasən bir mövzu seçmək istədim. Hansı ki, bugünkü verilişimizin mövzusu akademik seçimlər və alternativ inkişaf yollarıdır. Hansı ki, nə qədər sizə vacibdir akademik təhsil, bakalavr, magistr və s. Önəmlidirmi bu inkişaf yolunda? Akademik təhsil düşünürəm ki, vacibdir. Təhsil pilləsi olaraq da önəmli təhsil pilləsi. Digər tərəfdən bayaq dediyim kimi bizə vaxt qazandırır ki, özümüzü inkişaf etdirək, özümüzü tapaq, tanıyaq. Məsələn, belə bir fərq qoyuram öz şagirdlərimə, deyirəm ki, siz oxumadınız, tutaq ki, universitetə qəbul olmadınız, belə ustadsınız və ya digər bir sahədəsiniz. Başınıza bir hadisə gəldi, tutaq ki, Allah eləməmiş bir qəza keçirdiniz və fiziki göstəriciləriniz itdi, yəni fiziki bir gücünüz qalmadı, fəaliyyətiniz yoxdur, bacarmırsınız iş görməyə və sizə kim pul verəcək, kim maaş verəcək, kim hardan qazana bilərsiniz? Bir bacarığınız olmalıdır. Amma biz akademik təhsilim varsa, belə və ya bacarığım varsa, fiziki qüsurum olsa belə, mən yenə də qazanc əldə edə bilərəm. Öz biliyimlə, harada getsəm də o bilikdən istifadə edib qazanc əldə edə bilərəm, yaşaya bilərəm bir növ. Digər tərəfdən düşünürəm ki, bizim həyatda verə biləcəyimiz qərarlar, problemdən çıxış yolu
Bu kimi problemlərdən uğur qazanmaqda bizə böyük təsiri olur akademik təhsilin. Ancaq son dövrlərdə alternativ fəaliyyətlər də var və peşə təhsili artıq akademik təhsili keçmək üzrədir. Xaricdə də bu görünür. İnsanlar peşə təhsilini daha çox üst tuturlar, nəinki akademik təhsilə və düşünürlər ki, akademik təhsil 4 il mən universitetdə oxuyacağam. 6 aylıq kurs keçən bir nəfər gəlib məndən daha yaxşı maaş alacaq, daha yaxşı işləyəcək, daha yaxşı yaşayacaq. Onun seçim qarşısına qalanda 4 ili itki kimi görürlər və gedirlər peşə təhsilinə. Müsbət tərəfləri orada görünür, amma akademik təhsilin də önəmi çox vacibdir ki, insan təhsilli olmalı. Mən deyərdim ki, bizim xaricdən bir neçə fərqlərimizi araşdırdım. Oradan biri, bizdə əvvəllər şoferlər, indiki halda da belə demək olar ki, şoferlər maşın xarab oldu, dayandı. Özləri açacaqlar, yığacaqlar, sökəcəklər, düzəldəcək, gedəcəklər. Xaricdə maşın xarab oldu yolda, zəng eləyəcəklər, usta gəlib düzəltməlidir. Yəni biz hər tərəfli özümüzü formalaşdırmağa çalışırıq ki, öz problemimizi özümüz həll edək. Amma xaricdə hər bir sahə üzrə mütəxəssisi var, onu çağırırsınız, onu işləyir, o işi o görür. Ona görə biz hər tərəfli olduğumuz üçün, biz hələ də akademik təhsilə üstünlük veririk, amma çünki bütün peşələri özümüzdə cəmləmişik. Amma son dövrdə xaricdə isə peşə təhsilinə daha çox önəm verilir. Amma akademik təhsilin daha önəmli olmasında mən də bayaq dediyim kimi savadlı olmağımız önəmlidir. Həm qərar verməyimizdə həyatda və digər tərəfdən də fiziki olaraq bizdə bir qüsur yaransa belə akademik savadımız, biliyimiz bizə o çıxış yolu tapa bilir və yaxud da ki, ayaq üstə qala bilirik o halda. Haqlı fikirləriniz var. Bir öncəki videoda biz peşə təhsilinə toxunduq. Günü-gündən bu inkişaf edir. Artıq bakalavr, universitet təhsili keçib, bu reallıqdır. 5 il öncə amma belə bir yox idi. Mən düşünürdüm ki, bilmirəm, bunu bizim yeridirdilərmi bunu bizim beynimizə və yaxud qorxu olaraq mı bildirdilər ki, sən dərsləri yaxşı oxumasan, peşə təhsilinə yönəldəcək səni və bizdə belə stereotip yaranırdı ki, oxumayan, nadinc uşaqlar peşə təhsilinə yönəlir. Amma indi baxdıqda günü-gündən bu inkişaf etməkdədir və açıq deyim, universitetdə oxuyan bir çox tələbədən daha uğurludur onların şagirdləri və tələbələri. Sizcə buna səbəb nə idi? Niyə bu stereotiplər var idi? Və yaxud indi nə səbəb oldu ki, bu stereotiplər aradan qalxdı? Mənim qarşıma çıxıb bu situasiya, ona görə də çox mənə yaşadığım bir prosesdir, obraz kimi yaranıb canları gözüm qarşısında. Biz peşə təmayüllü siniflər adlı bir layihə var Təhsil Nazirliyinin. Ora şagird cəlb eləyəndə ki, gəlin şagirdlərə peşə öyrədək. Hər bir şagird ali təhsilli olmayacaq, akademik təhsilli olmayacaq və yaxud da ki, akademik təhsilli olsa belə hər kəsə iş tapa bilmir. Əlavə iş yeri kimi sizə bir bacaracağınız olacaq ki, daha rahat iş tapa bilərsiniz özünüzə. O zaman valideynlərin peşəyə yanaşmasını orada biz bildik ki, ikinci dərəcəli görürlər. Deyir, 76 nömrəli peşə məktəbini deyirsiniz və orada avaralar olur. Əslində qızları ümumiyyətlə qoymurlar ki, orada avara uşaqlardır, mənim qızım orada nə işi var? Və yaxud da ki, oğlanlar deyir ki, yox, mənim uşağım oxuyur, orada nə işi var? Yəni, onlar gördü ki, bu problem hardandır? Əvvəldən olub. SSR dövründən bizdə bir yanaşma olub ki, hamı işləməlidir, məktəbi bitirdi, əsgər gibi gəldi, işləməli, işsiz adam o qalmırdı. Akademik təhsil olanlar daha yaxşı işdə işləyirdi. Akademik təhsil olmayanlar kolxoz, savxoz arada bir işləyirdi. Orada daha çox böyük fərq görünürdü. Yəni ali təhsil daha üstünlük verilir. İndiki halda isə bəli, biz xaricdə rastlaşıb görürük ki, indiki Azərbaycanda da bu hallar baş verir. Peşə təhsili daha peşəkar olan şəxs akademik təhsil daha üstün olan şəxsdən qat-qat üstün gəlir əldə edə bilir. Bizdə əslən gəlirlə ölçülər. Peşə təhsili bir məqsədə əsasən dayanır. Məsələn, mənim məqsədim var ki, maşın ustası olum və ya dülgər olum. O məqsədə doğru gedirəm. Onu nə qədər peşəkarlaşdırsam özümü, o qədər daha yaxşı gəlir əldə edə bilərəm, yaşaya bilərəm və məqsədimi yaşamış oluram həm də. Ya sevdiyin işi gör, ya gördüyün işi sev kimi bir deyim var, məşhur deyim. Amma akademikdə isə mən imtahan verirəm, nəticəmə görə bir seçim edirəm əsasən və ya nəticəmə görə bir yerə düşürəm. Özümdən tam asılı deyiləm də. Düzdür, məqsəd qoysan, çalışsan ola bilər, amma tam o deyil də. Həm də birdən səhv eləmiş olsam, geri dönüşüm çox çətindir. 4 il itirirəm. Mən müəllim olmaq istəyirəm, düşünürəm. Gedirəm, 4 il oxuyuram, müəllim oluram, görürəm, müəllimlik mənə aid bir peşə deyilmiş ki. Nə qədər vaxt itkisi baş verdi, nə qədər problem var. Amma peşədə belə deyil də. Mən bu günlər dülgərliyi öyrəndim, getdim dülgər oldum. Görmüyor mənə aid bir şey deyil. Qayıdıram, gedirəm ona oxşar digər sahə və s. Biz də peşə təmayüllü siniflərdə onu öyrədirdik şagirdlərə ki, sizə hər il bir peşə öyrədəcəyik. Bu il bu peşəni öyrəndiniz, gördünüz ki, bu sizə aiddir, uyğundur, ona oxşar davam edirsiniz. Yox, uyğun deyilsə, tamam fərqli bir peşədə üzü yoxlayacaqsınız. 2 il ərzində 10-11-ci illərdə 2 dənə peşə öyrənəcəksiniz. Sonda da sizə sertifikat verərik. Həm işləyə biləcəksiniz o sertifikatla, həm peşə liseyində davam etdirə biləcəksiniz. Və yaxud da ki, təcrübələrə gedəcəksiniz və digər sahədə özünüzü yoxlaya bilərsiniz. Yəni şansdır da. Şagirdlər əvvəl dediyim kimi çox belə kənar yanaşır. Şagird özü istəsə də valideynlər dedi, yox, o peşədə avara uşaqlar olur falan. Oradan gördük ki, SSR dövründə avara uşaqlar peşəyə yönləndirilirdi, savadlılar da ali təhsil. Yəni tam olaraq yerləşdirilirdi, boşda qalan uşaq qalmırdı, biri olmurdu.
Odur ki, avaralar gəldi peşəyə gəlirlər. Ki, heç olmasa uşaq bir şey öyrənsin də. Bir sadə olmalıdır. Amma son dövrdə həyat onu göstərir ki, peşə təhsili daha önəmli, bir dəqiqə daha çox gəlirlidir, daha çox məqsədə uyğundur, daha qısa müddətlidir və şagirdin məqsədini özündə ifa edə bilir. Amma akademik təhsil isə daha uzun müddətlidir və bugünkü gəliri peşə təhsilindən daha aşağıdır və məqsədlərimizə nə qədər nail olduğunu da təyin edə bilmirik. Yəni, mən həkim olmaq istəyirəm, gedirəm, görürəm, ya həkim mənlikdir, qayıda bilmirəm geriyə. Amma peşə təhsilində qayıda bilirəm. Qayıtsam da gec olur da, kifayət qədər vaxt 5 il, tibbdə 6 il oxuyursan, hələ həkim ola bilmirsən, gəlsən Türkiyəyə gəlirsən, sonra 2 ildə orada edirsən, kifayət qədər vaxt itkisi baş verir orada. Amma halbuki sən kompüter bacarıqlarına yiyələnsən, dil bilgisini olsan, freelancer işləyib, kifayət qədər yüksək nəticədə məbləğ əldə edə bilərsən də. Və sizin fikrinizdə, bir dənə sizdən soruşaq da, sizin fikrinizdə bugün insanların peşə təhsilindən münasibəti sizcə necədir? Açıq deyim, öz şəxsi fikrimdə, yəni hal-hazırda bildiyim qədər 3 il öncə bilsəydim, mən bakalavr təhsilini yox da peşə təhsilinə yönələrdim. Çünki düşünürəm, bayaq siz vurğuladınız, ki var sevdiyin işi görəsən, var işini sevəsən. Sevdiyin işi görmək daha çox, belə deyim, asandır, nəinki hər hansı bir işə uyğunlaşmaq. Və hal-hazırda biz bir neçə dəfə də sizin peşə siniflərində olmuşuq. Həm qızların, həm oğlanların təhsilə qarşı olan marağı, birisini praktika ilə öyrədirsiniz. Universitet isə daha çox nəzəridir və regionda inkişaf o qədər də çox deyil. Hansı ki, resurslardan biz Bakı qədər istifadə edə bilmirik. Amma peşə siniflərində kifayət qədər resurslar var. Üstə printerlər, IT, kodlaşdırma dərsləri və dülgərlik və s. və açıq deyim, o uşaqlardan belə həvəsliyəm ki, mən tədbir olsun, gəlim qatırım, görüm nə edirlər orada, nə öyrənirlər. Bütün texnika var orada, açıq deyim, mənə çox xoşum gəlir. Və şəxsi fikrim deyərdim ki, kaş 3 il öncəyə qayıdıb peşə təhsilinə yönələrdim. Hal-hazırdakı bakalavr təhsilində məncə daha uğurlu olardım peşə təhsilində. Qaldı ki, insanların ictimaiyyətin peşə təhsilindən düşüncəsi məncə artıq müasirləşir. Mənim fikrimcə soruşsaz ki, 5 il öncə nə idi səbəb hansı ki, peşə təhsilinin bastırılmasına, mən bəzi müəllimləri misal çəkərdim. Çünki uşaqları qorxutmaq üçün deyirlər ki, bunu öyrənməsən, peşə təhsilinə gedəcəksən və peşə siniflərində olacaqsan və uşaqlarda buna qarşı qorxu yaradılırlar ki, pisdir bura, getməyə, yaxşı oxuyaq ki, orada oxumaya və s. Və düşünürəm, həmin müəllimlərin düşüncələrində də artıq bunlar dəyişilib. Yəni, peşə təhsilinin önəmi artıq onlara məlumdur deyə bu fikirləri səsləndirmirlər və uşaqların, valideynlərin düşüncəsi peşə siniflərinə dəyişib. Artıq saydan və açılmaqda olan peşə kollejindən bu realdır ki, peşə təhsilindən maraq gün-gündən artır və dövlətin diqqəti gün-gün qayğısı bunun üzərindədir. Peşə təhsil mərkəzi çox böyük mərkəzdir. Çox böyük, orada işləyən ustalar belə danışırlar. Bir binanı tikirik, bitiririk, orada tikirik. Yəni çox böyük bir mərkəz olacaq. Çox sevindirici bir haldır, düşünürəm. Hətta mən sizə deyim, mən Lənkəran Dövlət İnstitut Korpusunun yaxınındadır. Mən ora gedəndə o binanı gördüm və cidden maraq yaratdı. Görürsən, hansı xarici təşkilatın binasıdır ki, bu qədər diqqətlə hazırlanıb, bu qədər böyüdür və s. və s. Araşdıranda ki, bura peşə kollejidir. Cidden mənim çox xoşuma gəldi ki, inkişaf var və diqqətdir. Bu bina Bakıda olsaydı, normal qarşılanırdı biz, amma regionda bunun olmağı və regional olması mənim çox xoşuma gəldi və bir dəfə də minnətdar oldum bu kollecin açılmağında zəhmət keçən insanlara. Və vurğuladınız ki, valideynlər düşünür ki, qız uşaqlarının avara uşaqlarla peşə təhsilində olmağı yaxşı qarşılanmırdı. Bəs hal-hazırda qızların peşə təhsilinə marağı nə qədərdir? Artım varmı, yaxud hal-hazırda olan tələbələr necə yanaşırlar dərslərə? Biz kifayət qədər təbliğat aparmışdıq. Hətta mən təbliğat vaxtı, yəni o uşaqları cəlb edən vaxtı gedərdim ən ucqar kəndlərdən belə 9 illik məktəblər və mütəhsil məktəbləri. 9-u bitirirlər, boşda qalırlar və hətta ki, gedəcək bir yeri yoxdur. Qonşu məktəblərdə qoymur valideynlər. Orada belə təbliğat aparırdıq. 1 illik fəaliyyətimizi, bizim və bundan əvvəlki peşədə olan fəaliyyətləri göstərirdik, onlara təqdim edirdik, valideynlərlə görüşürdük, şagirdlərlə görüşürdük, onlara izah edirdik, başa salırdıq ki, sizin düşündüyünüz deyil. Bayaq sizin dediyiniz kimi, müəllimlər də elə valideynlər kimi düşünürdülər ki, əvvəlki sistemi nəzərə alıb danışırdılar ki, peşə
Mənə də görən kimi deyirlər, sən peşədə işləsən, peşə məktəbindədir. Peşə məktəbi də bu layihədir, peşə təmayüllü siniflər layihəsidir. Burada çox müasir texnologiyalar, aparatlar gəlib. Uşaqlara dron sürməkdən belə 3D printerlər, CNC və digər aparatları belə öyrədirik. Halbuki sürücülük kursu da var idi orada. Halbuki bu onun peşəsindən əlavə olaraq öyrədilir. Onun peşəsi dülgərlik də olsa ona öyrədilir. IT, qrafik dizaynerlik də olsa ona öyrədirik bunu. CNC-ni də, 3D printeri də, dron sürməyi də, mikrobiti də, Arduino da, kodlaşdırmanı və s. öyrədirik. Əlavə olaraq ki, o bacarığı da öyrənsin. Müasir bacarıqlardır. Daha sonra bu təbliğatlar getdikcə biz peşə təmayüllüsündə ildə 2 dəfə sərgi keçirirdik, peşə sərgisi. Ondan sonra satış sərgisi keçirirdik. Bayramlarda tədbirlər keçirir rayon səviyyəsində. Sonra müəssisələrə gedirdik, orada müəyyən işlər görürdük, şagirdlər oraya gedirdilər. Bir dəfə belə hadisə olmuşdu, şagirdlər gəlmişdi taxta almağa dülgərlər üçün. Bir dənə dülgər sexi olan bir fabrik rəhbəri gördü, uşaqların geyimlərini, xoşuna gəldi. Haradan gəlmişsiniz, maraqlandı və biz danışandan, izah edəndən sonra dedi ki, o uşaqlar gəlsin bizim fabrika zavoda, ustaya kömək eləsinlər. Mən onlara aylıq maaş da verirəm, günlük hətta ayrı pul ayıracam onlara ki, mənə maraqlı oldu. Uşaq həm ustaya kömək edəcək, həm də bizdə dəstək olar da bu layihəyə. Uşaqları ayırdıq, gündə 2 dəfə gedərdi. O müəyyən sənədləşmə prosesi gedəndən sonra həftədə 2 dəfə, 3 dəfə gedirdilər ora, ustaya kömək edirlər. Həm özləri öyrənirdilər, həm ustaya kömək edirlər, həm də maaş verirdilər. Maaş olmasa müəyyən qədər pul ayrılırdı ona. Uşaqlar da çox sevinmişdi, maraqla qarşılamışdı. Yəni cəmiyyətdə də artıq gördükcə ki, bu yeniliklər var, cəmiyyət də dəstək olmağa çalışırdı və müəyyən qədər düşünürəm ki, o bariyeri aşmışıq. Artıq dediyiniz kimi mərkəzində açılması, peşə liseyin də böyük uğurları var. Orada oturacaqlar qoyublar, müasir innovativ yenilikləri baş verib onlarda. Günəş işığı ilə işləyən, günəş batareykalarla işləyən oturacaqlar var ki, işıqlarda yandırır, telefonu zaryadka qoymaq olur. Onun üçün də müasir şeylər düzəldiblər də. Onun üçün də onlara maraq artıb və onlar da özünü tanıda biliblər. Düşünürəm ki, biz yenə də üzərində çalışmaqla və dövlət də artıq görür ki, və bunu bir beynəlxalq sistemdə görürük ki, xaricdə bu peşə təhsilinin artıb, üstünlükləri daha çoxdur, cəmiyyətin marağı var, cəmiyyət ona. Ona görə də o mərkəzi gördüyünüz kimi də böyük bir mərkəz tikib, yəni bu dövlətin də marağındadır. Cəmiyyət də artıq bunu dərk edir və getdikcə onun uğurları artır, peşəyə aid maraqlar artır. Fikirlərinizdən əsaslanır ki, şagirdlərinizi çox sevirsiniz, onlara qayğınız göz önündədir. Bəs Fəqət nə qədər şagirdiniz var ümumiyyətlə peşə siniflərində? Peşə siniflərindən danışırsınızsa, mən artıq o layihədən ayrılmışam. Orada təxminən 4 il, 5 il fəaliyyət göstərdim. Hər sinifdə minimum 8 nəfər, 2 qrup olurdu və hər qrupda da minimum 8, maksimum 12 şagird yığırdıq. Demək, 24 nəfərlik sinif ola bilərdi maksimum. Əvvəl 24 idi, sonra 20 nəfər elədilər onu. 20 nəfərlik belə 5 il şagird qəbul eləmişik. Bu da təxminən 100 nəfərlik şagird olub. Yəni 100 nəfərə peşə təhsili yönləndirmişik də orada. Mən orada qrup rəhbəri kimi fəaliyyət göstərmişəm və daha sonra koordinator kimi, mentor kimi fəaliyyətlərim olub. Orada bizim işimiz ondan ibarətdir ki, layihənin həyata keçirilməsi, peşə müəlliminin seçilməsi, şagirdlərin cəlb olunması, təbliğatın aparılması, onlara tədbirlər keçirilirdi. Daha sonra müəssisələrlə danışırdıq. 2 məktəbdə fəaliyyətim olub peşə ilə bağlı. Lənkəran rayon, Viravul kənd, Canali Əzimova tam orta məktəbi, bir də Lənkəran şəhər 2 nömrəli tam orta məktəb Teymur Bayram Əliyev rayonu. Bu 2 məktəbdə hərəsində demək olar ki, 2 il işləmişəm, 2 il, 3 il işləmişəm. Bu mənə böyük bir qatqısı olub bunun. Dediyim kimi, həm peşələr haqqında məlumatlar əldə etmişəm, həm şagirdlərin peşə ilə bağlı yanaşması, cəmiyyətin yanaşmasını öyrənmiş oluram. Həm də faydam olub düşünürəm ki, orada cəmiyyətdə bu yanaşmanı dəyişməkdə. Və inanıram ki, o peşəyə siz özünüz də gördünüz də, şagirdlərin marağı, məqsədsiz şagird maraqsız gəlir məktəbə. Və maraqsız şagirddən də bir şey ortaya çıxarmaq olmur. Son dövrdə də bir şagird indi X nəslinin nümayəndələri, ondan sonra Z nəsli gəldi. İndiki şagirdlər Z nəsli, daha sonraki alfa nəsli hesab olunur. Bu Z nəslinin nümayəndələrində də diqqət dağınıqlığı var. 5 dəqiqədən çox diqqət saxlaya bilmir bir arada. Amma məqsədlə, bayaq dediyim kimi, sevdiyi iş elədiyi üçün o peşəyə, öz istədiyi peşəyə gəlib deyə maraqla o peşədə olur və məktəbə də çox maraqla gəlir. Hətta elə günlər olur ki, şagirdlər xəstələnir, dərsə gələ bilmirdi. Amma peşəyə görə belə halda da gəlirdilər ki, peşə günləri həmişə mütləq 100% nəticə olurdu şagirdlərin gəlməyində. Çox maraqla gəlirdilər ora. Və bu da mənə öz işimdə də mənə motivasiya verirdi ki, şagirdlər nə qədər maraqlıdırlar bu sahəyə, sevindirici hal idi.
Belə, yəni təxminən bir 100 nəfərə peşə təhsilində faydam dəyib düşünürəm. Hal-hazırda bəzi sahələr ümumiyyətlə istifadə olunmur, yoxdur, keçmişdə var, Bəli. yeni yoxdur və bəziləri də belə deyim, artıq yox olmaq üzrədirlər, hansı ki, mühasiblikdir və s. öz formada ixtisaslar artıq süni intellekt vasitəsilə, maşınlar imkan versə daxil edəcək, süni intellekt vasitəsilə əvəzlənir və sizcə hal-hazırda hansı ixtisaslara önəm var və nə qədər davam edəcək həmin ixtisaslar? Çox maraqlı sualdır. Bu sahədə də mən təlim keçmişdim ki, gələcəyin sahə peşələri və ya sahələri. Gələcəyin peşəsində görürdüm ki, biz şagirdlərə də peşə seçimində, ixtisas seçimində, peşə seçimində dəstək olardıq. Oradan görürdüm ki, müəllimin və valideynin dəstəyi uşağa indiki halda ən uğurlu hansı peşə sahələrdirsə onu yönləndirir. Uşağın öz seçimi indiki halda ən çox gəlir hardadırsa və ya maraq hardadırsa ora gedir. Amma kimsə 10 il sonra, 5 il sonranı düşünmür də, yəni az ağıllı adam düşünür. Neçə nəfər müəllim övladıdır, deyir, ingilis dili müəllimi olacaq, tərcüməçi olacaq uşaq. Deyirəm, ax müəllim, siz özünüz müəllimsiniz. Görürsünüz ki, bu günləri proqramlar çıxıb, tərcümə proqramları var, digər. Yəni siz niyə düşünürsünüz ki, mənim övladım 5 ildən sonranı düşünün də. İndiki halda tərcüməçi çox önəmli ola bilər. 5 ildən sonra o qədər inkişaf gedir o sahədə də, tərcüməçilər adi telefonlar, proqramlar olacaqdır. Sizin övladınız önəmli olacaq ki, sizin övladınızı götürsünlər işə, təmin eləsinlər. Çox istisna halda tərcüməçilər olacaq ki, o da prezidentin yanında olan o tərcüməçini və yaxud da başqa bir sahədə, yəni onlar qalacaqlar ki, birdən səhv olmasın da, yəni deyək. Amma digərləri demək olar ki, aradan çıxacaq da. Və dünya qloballaşıb, insanlar qloballaşıblar. Onun üçün də tərcüməçi olmaq da o önəmli deyil düşünürəm. Və ya kompüterə yönəlmək. İndi deyirəm, hamının kompüter biliyi artıq var demək olar ki. Sizin övladınız IT işini olacaq, kompüter bacarıqları güclü olacaq. O öz üzərində onu evdə də işləyib artıra bilər. Onun üçün diplom olmaya ehtiyac yoxdur ki, mən kompüterimi format verməyə aparanda və ya kompüterlə bir iş tapşıranda kimsə diplomunu soruşmuram. Görürəm ki, bu adam yaxşı bacarır, gəlib verim, bunu format elə və ya bunu düzəltkinə. O da diplomuna önəmli deyil. O yerə getməliyik ki, orada diplom tələb olunsun. O yerə uşağı yönləndir deyirəm. Odur ki, peşəni seçəndə mütləq gələcəyi düşünmək lazımdır. Bununla bağlı təlimlər var, bununla bağlı konsultasiyalar olur. Mütləq yararlanmaq lazımdır. Kör təbii və bugünə aid ixtisas seçmək övladlarımızı bədbəxt deməkdir. Odur ki, buna həm də ehtiyac var, düşünürəm ki, buna təlimlərə çoxlu ehtiyac var ki, uşaqlara, valideynlərə təlim keçirilməlidir ki, onlar yanlış yola getməsinlər. Çünki bir övladın, bir insanın taleyi həll olur da 5 ildən sonra o geri dönə bilməyəcək, çox çətin olacaq onun üçün. Və bitirəndən sonra nə qədər bu günlərə işsizlər var, diplomu əlində bazarda işləyənlər, orada işləyənlər, fəhlə olanlar və digərləri var. Birinci olan bir səhvləri özündə də var ki, bacaracaq özünü inkişaf elətdirməyib. İkinci səhv onun ixtisas seçimində elədiyi səhvdir. Üçüncü də ki, o indiki halda elə düşünür ki, mən burada daha uğurluyam, burada qalıb belə deyəcəm. Bu çoxlu bir tərəfləri var bunun. Bir tərəf də ondan ibarət ki, ixtisas seçimə çox diqqət etmək lazımdır. Bəli, əsas məqamlardan biri budur. Siz də ixtisası dəyişmək istəyirdinizmi? Əslində yox, IT oxuyuram hal-hazırda. İstədiyim, sevdiyim ixtisasdır. Sadəcə düşünürəm, coğrafi baxımdan yaxşı yer seçməmişəm, daha yaxşı bir universitet seçə bilərdim. Hansı müasir texnologiyalarla təchiz olunmuş bir universitet. Amma düşünürəm, insan ondan qane olmamalıdır. Nə qədər də Lənkəran dövlətdə yaxşı proqramistlər çıxıb insan tək universitet təhsilinə yönəlsə, nisbətən o 100 nəfərin arasında qalacaq. Amma öz üzərində işləyən insanlar o 10 nəfərin arasında girə biləcək, bəlkə də birinci olacaq. Belə bir sual vermək istəyirəm. Sizcə dediniz diplomlu ixtisaslara yönəlməlidir. Hansı ixtisaslar hal-hazırda diplom tələb olunur? Çəkişə bilərsiniz bir neçə misal? Məsələn, dövlət işlərinin əksəriyyətində diplom tələb olunur. Müəllim olmaq istəyirsinizsə, diplomsuz sizi müəllim kimi götürməyəcəklər. Amma kompüterdə, tərcüməçi olmaqda, tərcüməçi mən tanıyıram ki, diplomu var, onu işə götürmürlər. Amma digəri diplomu yoxdur, özü öyrənib dili. O daha yaxşı tərcümə eləyir, səlis danışır, daha səliqəli olduğu üçün onu götürürlər ki, gəl sən mənim tərcüməçim ol. Belə adam insanlar tanıyıram da. Odur ki, ona düşünürəm ki, tərcüməçi edir. Amma dövlət işləridir, bəzi fabrik zavodları ki, onlar diplomu tələb eləyirlər, o önəmlidir. Məsələn, həkim olmaq istəyirsinizsə, siz nə qədər bacarıqlı olsanız da mütləq diplomunuz olmalıdır. Bu kimi polis olmaq istəyirsinizsə və digər sahədə dövlət işləridir, digər hüquqi işlərdir, o sahələrdə diplom tələb oluna bilir və bir də əgər hər hansı bir dövlət işində işləyəcəksiniz və xaricdə də elə
diplomatik əlaqələrlə işləməyi düşünürsünüzsə, o sizə lazım olur. Əgər sizin ixtisasınız elə peşədə də varsa, demək ki, onu diplomu əldə edə bilərsiniz. Yəni o çox da önəmlidir. Demək peşə ilə də davam edə bilərsiniz düşünürəm. Amma qaldı ki, əlbəttə diploma olanlara üstünlük verilməlidir və veriləcək də. Sadəcə olaraq orada ən önəmli məsələ bacarıqdır. Sizin bacaracağınız artmalıdır ki, sizin diplomunuzun əhəmiyyəti də qalsın yerində. Diplomunuzun əhəmiyyəti bacaracağınız qədərdir. Bacarığım azdır, diplomum var. Ali təhsilli bakalavr. Mən birini tanıyırdım, Lənkəranda bir görüşümüz olmuşdu. Deyim ki, Azərbaycanda yeganə şəxs idi ki, bağça müəllimliyini üzrə oğlan magistratura oxuyurdu. Bağça çox da maraqlı yanaşması var idi. Danışıram, deyirəm sən niyə də bura qədər gəlmisən? Yəni bağça müəllimliyi də sonuçta balaca uşaqlarla işləyəcəksən. Niyə magistratura oxuyursan bunu? Dedi ki, mənim məqsədim var, idarəçiliyinə gedim bağçanın, orada müəyyən dəyişikliklər düşünürəm. Hətta o mənə bu magistr təhsilində olan boşluqlardan müəyyən danışdı. Çox da maraqlı yanaşması var idi. İndi mən ardından bəlkə izlədik, onu gördü. Əlaqəmiz demək kəsildi, amma bu təlimdə müəyyən qədər məlumatlar mübadilə aparmışdıq ondan, məlumat mübadiləsi. Çox maraqlı idi. Yəni adam bağça müəllimliyini seçib magistrına qədər gəlib çıxıb. Amma məqsəd var deyə. Məqsəd var ki, mən bunun idarəçiliyinə gedəcəm, özümcə kreativ, maraqlı bir yanaşma ortaya qoyacam və göstərəcəm ki, bağça belə idarə olunur. Bağça idarəsi belə olmalıdır. Yəni, son dövrdə bağçada çoxlu yeniliklər baş verib, Təhsil Nazirinin nəzdinə keçib və orada müəyyən yeniliklər baş verib və ora işə qəbul da, rəhbərlik də imtahanla və maraqlı bir mərhələlərdən keçməklə olur. Və bunun da üstün tərəflərini özüm görmüşəm, özüm də bu sahədə bir layihə yazmışam. İcma əsaslı məktəbəqədər təhsil sahəsi üzrə Təhsil Naziri elan etmişdi və bu davam edir hazırda. Çox da maraq cəlb edən, amma bizim ölkədə bu biraz aşağı səviyyədə 30-40% arasında bir faiz nisbətindədir ki, 3-5 yaşlı uşaqlarımız bağçalara yazılıb. Bu aşağı nəticədir, yəni çox aşağıdır. 60% uşaqlarımız təxminən heç bir bağçaya getmirlər. Məktəbəqədər təhsillə məşğul olmur, ya evdə məşğul olur, ya da getmir, heç bir yerə yazılmayıblar. Bunun üçün də çox işləməli məqamlarımız var, onu düşünürəm. Sizdə bunun altında nə yatır? Yəni güvənsizlikmi yoxsa məlumatsızlıq? Bunun altında düşünürəm 3 dənə nüans var. Birinci nüans odur ki, bundan əvvəlki sistemdə bağçada vəziyyət çox gərgin, bərbad idi. Orada yəni kifayət qədər problemlər var idi. İkinci, tikilmiş binalar yenilənməyib, əksəriyyətində köhnə binalar qalıb. O da böyük təsir edir, onu araşdırmışıq. Üçüncü də ki, İnsanlar özəl bağçaları daha uyğun görürlər, uğurlu görürlər. Onun üçün də özəl bağçalara yönləndirirlər. Düşünürlər ki, orada daha sağlam olacaq, daha yaxşı şey öyrənəcək. Digər səbəblər də var. Digər səbəblər odur ki, valideyn, nənə, baba olan evlərdə valideyn qoymur ki, mən özüm uşağımı saxlayacağam. Bir də inanmır, etibar eləmir ki, başqası mənim övladıma vuracaq, döyəcək, mən necə biləcəm. Özəllərdə biraz kamera var, nəzarət güclüdür düşünürlər. Dövlət məsələlərində biraz o sahədə etibar eləmirlər. Bir-birimizə etibar eləmirik bir növ belə. Bu o problemlərdən qaynaqlanır. Yaxşı məqamlara toxundunuz. Bayaq iki sualın ikisində də tərcüməçiliyə vurğuladınız. Belə bir məlumat paylaşmaq istəyirəm, onu da mən yeni öyrənmişəm. Səhvimizdə 2023-də, 2024-də təşkil olunan konferansda Google-un yaradıcılarından soruşublar ki, bəs sizdən hansı ixtisasda 10 il sonra, 15 il sonra lazım olacaq və o soruşur auditoriyadan ki, sizə hansı ixtisasda lazım olacaq. Cavab verilən ixtisaslar əlbəttə hamımızın bildiyi IT, süni intellekt, proqramlaşma və s. həkimlik. Amma onun cavabı əlbəttə ki, hamını şaşırtmışdı, düşlərdirmişkən. O düşünür ki, 2040-da tərcüməçilərə daha çox ehtiyac olacaq. Çünki süni intellektin inkişafında biz görürük dillərdə problemlər var. Hansı ki, ingilis dilini Azərbaycanla çevriləndə biraz xəbərlə mübtəda yer dəyişmiş olur, tamamlıqla zərfli yer dəyişmiş olur və bunların həlli üçün tərcüməçilərə ehtiyac olacaq və 2040-a qədər tərcüməçi ixtisasından təhsil almış şəxslərə daha çox ehtiyac olunacaq. Onun fikrincə bu belədir, amma düşünürəm, məncə çox da real deyil bu. Hansı ki, süni intellektin yaradılması daha çox vacibdir, nəinki onun tərcümə edilməsi. Belə bir sualım olacaq. Bayaq soruşdum ki, nə qədər tələbəniz var, nə qədər xanım və bəy. Müəllimlərin arasında nə qədər xanım müəllimlər var sizdə? Nə qədər effektivdir xanım müəllimlərin peşə təhsilinə yönəlməsi? Əvvəlcə adi məktəblərdən götürüm. Məktəblərdə xanım müəllimlərin sayı kifayət qədər çoxdur. Kişilərin sayı getdikcə azalır. Və bunu həm də problem kimi görünür və bunun üzərində iş gedir. Amma qarşısı hələ ki alına bilmir. Səbəblər
əksər hallarda bəlli olan səbəblər də var, bəlli olmayan səbəblər də var. Bəlli səbəblər bunlardır ki, ümumiyyətlə qadın ucuz işçi qüvvəsi hesab olunur dünyada. Səbəb də ondan ibarətdir ki, ailəni dolandıran kişidir. Kişi pulu elə düşünməli, bütün ailəni dolandırmaq üçün nəzərə alır. Qadın isə düşünür ki, mən əlimə gələn pul özümün qayğılarım, ehtiyaclarım və s. ailə dolandırmaq məsuliyyətim yoxdur. Odur ki, minimal maaşa belə işləməyə razılıq verir. Və müəllimlərin də maaşı o qədər yüksək deyil ki, kişilər orada qalmırlar. Birinci səbəblərdən biri budur. Digər səbəb müəllimlik biraz hövsələ tələb eləyir, səbir tələb eləyir. Bu qadınlar da daha çox səbirli olurlar, düşünürük. Ona görə də qadınlar övladlarından, həm də evdə də onsuz da uşaqlarla analar məşğul olur deyə kişilərin səbri çatmır və orada işdən çıxır, başqa işə gedim, oradan öz pulumu qazana bilərəm. Və bu kimi digər səbəblər də var. Ancaq bunun mənfi tərəfləri var, böyük mənfi tərəfləri var. Ki, övladlarımız evdə ancaq ananı görür, atanı az görür. Məktəbə gedir, orada qadın görür və onun bu tərbiyəsinə, davranışına, əxlaqına digər tərəfdən təsir edir. Kişilərin də olması vacibdir məktəbdə. Bunun üçün də müəyyən proqramlar tərtib olunub, işlər gedir, amma hələ də bunun qarşısı alınmır. Mən özüm Lənkəranda işlədiyim məktəblərdə 50 müəllimin ikisi kişi olub. Bir məktəbdə işləmişəm, 100-dən çox müəllim var idi. Onun 4 dənəsi kişi idi. Yəni belə də, yəni 100 müqayisə edəndə çox böyük fərq var. Yəni bir şagird ibtidai sinifdə qadın müəllim görür. Böyük yuxarı sinifdə qadın müəllim görür. İstisna halda fiziki tərbiyə, texnologiya və digər bu kimi sahələrdə istisna halda kişi müəllimlərlə rastlaşır. Bu da onun böyük bir təsir qoyur. Onun gələcəyinə böyük təsir qoyur. Və o uşaq gələcəkdə peşə seçəndə belə artıq müəllimliyi qadın peşəsi kimi görür. Ki, yəni ətrafda hər kəs qadındır da. O təsir edir. Peşədə isə əlbəttə ki, bacarıq olduğu üçün orada bir yanaşmamız da vardı. Peşədə demək bizdə bərbərlik var idi. Xaricdə ümumiyyətlə dünyada belədir ki, qadın və kişi bərbərliyi bir nəfər olur. Hər ikisini həyata keçirdim. Əksər halda belə. İxtisas da belə gəlib bizə keçib və çevrilmişik ki, peşə bir dənə bərbərlik. Qadın və kişi bir yerdə hər ikisi keçirilir. Amma axı Azərbaycanda belə deyil. Azərbaycanda qadınlar ayrı bərbər olur, kişinin ayrı da. Təlimdə keçəndə uşaq da cəlb eləyəndə qarışıqlıq yaranmışdı ki, birinci müəllim kim olacaq, kişi olacaq, qadın olacaq. Hər ikisini bilən olmalıdır. İkinci, bura qadın gəlməlidir, şagird yoxsa kişi gəlməlidir. Kişilər gələndə qadınlar gəlmirdi, qadınlar gələndə kişilər gəlmirdi. Bir qarışıq məqam yaranmışdı. Bu da bizim o mental fərqimiz var da digərlərindən. Orada bir maraqlı yanaşma baş vermişdi. Sonra dərzilik düşünürük, dərzilər qadınlar daha çox gedər. Bəzi hallarda kişilər daha çox gəlir. Sonra aşbazlığa daha çox görürük ki, kişilər daha çox gəlib, nəinki qadınlar. O kimi hallar yaşamışıq. İnşallah ən çox müraciət olunan ixtisas, 2 dənə ixtisas aşbazlıqla IT idi. Kompüter mütəxəssisliyi. Bu 2 dənə ən çox müraciət olunan idi. Ən çox problem yaşayan digər dülgərlik və ya aqronomluq kimi sahələr vardı. Dülgərlik də gəlirdi, amma çilingər var idi ki, ona. Hamı düşünür ki, mən maşın ustası olacağam. Deyirəm, çilingərlik ona daxildir də, çilingərliyə daxil bir sahədir. Ondan sonra gəlirdi. Amma beləncəsinə çilingər deyəndə ya bilmirdi, ya da az məlumatlı idi, ya da ki, yəni düşünmür. Qadınlar, məsələn, xaricdə görürük ki, dülgər də var, qadın, mebel ustası da var. Amma Azərbaycanda bu çox az haldadır, gəlmirlər. Bizdə çox biraz fərq qoyurlar. Kişi ixtisasını hələ də deyirlər, kişi ixtisasıdır bu qadın ixtisasıdır, o fərqlər hələ də var, davam eləməkdədir. Bəzi sahələrdə bu stereotiplər qırılıb, bəzi sahələrdə hələ də qalıb. Əslində o düşünürdüm, o sözü mən deyim, kişi ixtisasları, kişi peşələri hələ də ictimaiyyətdə belə yayılır, belə bir stereotiplər var ki, qadının ixtisasları ayrıdır, kişinin ixtisasları ayrıdır. Hansı ki, tarixə belə baxdıqda ana xaqanlığın, ata xaqanlığına keçməsi səbəbi güc tələb edən kişilərin olması idi ki, qadınlar ona gücləri çatmadığı üçün kişilər başladı və xaqanlığı əldə etdilər, güc kişilərdə oldu. Amma hal-hazırda baxdıqda istərəm hüquqi çərçivədə, həm də peşə çərçivəsində demək olar ki, fərqlilik yox olur. Hansı ki, siz bilirsiniz, xaricdə artıq qadınlar həm maşın ustalıq eləyir, həm belə Bakıda deyim, qadın sürücülər taksivatlıq eləyirlər və s. və kişinin ixtisasları, belə pis mənada da çıxsa, kişinin ixtisaslarını qadınlar kimi mənimsəyirlər. Amma regionlarda bu belə deyil. Hələ də pis baxırlar, belə normal desək, kobud formada pis baxırlar ki, hansı qadın bənnalıq eləsin, dürgərlik eləsin, taxta ustası olsun, ev ustası olsun. Yəni, mən düşünmürəm bir qadın gəlib regionda bir ev tiksin. Amma misal üçün Zaha Hadid, Ərəbistanda memar, Heydər Əliyev mərkəzinin yaradıcısı qadın idi və kişilərdən fərqli olaraq düz olmayan materiklərdə istifadə edib binaların yaradılmasında bir
divadır belə söz nəsil mənasında. Hansı ki, bir sözünü oxudum, mənə çox xoşum gəldi. Bildirirdi ki, ərəblər mənlə müharibə edir qadınam deyə, dünya mənlə müharibə edir ərəbəm deyə. Amma hal-hazırda dünyanın ən belə deyim, başlıca memarlarından və öz əziyyəti ilə milyoner olan memarlarından biridir və qadındır. Sualım belə olacaqdır ki, sizcə kişi peşələrinə hansı ki, güc tələb edən ixtisaslara xanımları yönəltmək üçün hansı tədbirlər görülməlidir və nə dərəcədə aparılır bu tədbirlər? Bu hal yaşanıb Hacı Zeynalabdin Tağıyevin dövründə ki, qadınlar məktəbə gəlmirlər. O düşünür ki, necə eləyə bilərik, bir çıxış yol tapmalıyıq. O bunun qarşısını tam kəsmədi. O bir yol axtardı və ortaya nəticə çıxartdı ki, bir təbliğat aparaq. Gəldi, izah elədi ki, siz yoldaşınız xəstə olanda bir erməni kişisi baxmasını istəyirsiniz, yoxsa öz qadınınızın baxmasını istəyirsiniz? İzah eləyəndən sonra başa düşdük. Əslində bu analiz etməməyimizdən irəli gəlir biraz. Məsələn, mən düşünürəm ki, qadın sürücülər olsa, qadın taksi şirkəti olsa, mənim ailəm və ya qadınlar əsasən o qadın taksi şirkətinə daha çox müraciət edəcəklər. Bu da bir layihə olaraq istifadə oluna bilər. Qadın taksi şirkəti bilinir. Düşünürəm ki, qadınlar ondan daha çox rahat da istifadə edəcəklər ki, qadın sürücüdür, rahat mən də ailəmə etibar edə bilirəm və əslində bu kişilər üçün də müsbətdir bu. Ki, qadın sürücünün olması müsbətdir. Biz həkimliyə də bir növ o qədər də danışdıq elədik ki, biz istəyirik ki, həyat yoldaşımız və ya ailəmiz, qızımız bir qadın həkimin yanına getsin. O qədər belə demişik, özümüz kişilər qadın həkimin yanına getsin. İstəyərik ki, belə olsun. İzah eləyəndən sonra, başa salandan sonra görürük ki, analiz edir, dərk edirik ki, bu belə olmalıdır. Amma bəzi sahələr var ki, həqiqətən də orada kişilər olmalıdır və hüquqi tərəfdən də qadağan olunur. Məsələn, ağır işlər işləmək, kömür karxanaları və digər yerlərdə qadının müəyyən kiloqram var, ondan ağır yük daşıması qadağan olunub. Gecə mühafizəçiləri və digər sahələrdə qadınların işi qadağan olunub. Bu da əslində onlara bir dəyər verməkdəndir və belə də olmalıdır düşünürəm. Biz bioloji olaraq fərqli varlıqlarıq. Müəyyən o yanaşmalar olmalıdır. Həm də qadın ana ola bilməsi üçün də ağır yük qaldırılmalıdır və sairə məsələlər var ki, səbəblər var. Bu səbəbdən də müəyyən şərtlər var. Amma digər tərəfdən də olması yaxşı. Məsələn, mən işə gedirəm. Düşünürəm ki, bir mebel ustası qadın olsa, mən işdə olduğum müddətdə belə arxayınlıqla oradan sifariş verə bilərəm ki, gəl mebeli quraşdır evimdə. Evdə olmasam belə orada qadın gəlib işləyə bilər. Amma kişi olacaqsa əminəm ki, özüm çalışıram ki, mən özüm evdə olanda gələsən. Belə deməliyəm də ona. Bu məsələ maraqlı məsələ. Amma mebel ustalığının müəyyən gülüşləri görə bilən qadın ola bilər ki, gəlib görsün. Amma bayaq dediyiniz məsələdə də mən düşünürəm ki, istisna halda bəzi o bizim düşündüyümüz kişi işləri ki var, orada istisna halda qadınlar ora yön götürürlər və uğurlu olurlar da. Amma olması yaxşıdır. Elə bənnalıqda da düşünürəm, bənalıq ağırdır, dülgərlik ola bilər, mebel ustalığı ola bilər ki, xırda işlərdən onlar həm də kreativ ola bilirlər. Düşünürəm ki, qadınlar daha incə yanaşırlar məsələyə, daha incə. O özsüz də biz evin dizaynını qadınlar təyin edir. Qadın yanaşması ilə əslən qurulur. Onsuz da amma qadın demək ki olsa, o daha kreativ, daha maraqlı qura bilər evi dizaynında. Odur ki, düşünürəm ki, hər ixtisasda qadının olması, əksər ixtisasda qadın olması yaxşıdır və əslində bu kişilərin işinə yarayır, qadınların da işinə yarayır. Amma əlbəttə ki, onlara bir üstünlük verilməlidir ki, nəzərə almalıyıq ki, onlar qadındırlar. Onlar zəifdirlər yox, zərifdirlər və onları qorumaq bizim borcumuzu düşünürəm. Qadın böyük qüvvədir. Qadın, misal üçün, bizim bu layihənin başlamasında biz nə qədər göz önündə olsaq da, əsas hissəni qadınlar tutan ki, dizaynin yaradılması, görünüş və s. Hazırda olduğumuz studiya belə bizim əsas sponsorumuz olan Pink Diamond fotoqraf qrupunun Şahilə xanımın studiyasıdır və çəkilişdə də çox dəstək olur bizə. Buradan sizi təşəkkürümüzü bildiririk. Sizcə nə qədər gənc müəllimlər problemlərlə qarşılaşır peşə təhsilində? Nisbətən təcrübə olmalıdır onlarda, bakalavr, magistr və s. doktorant? Yoxsa elə bakalavr təhsilini alıb orada işləyə bilərlər? Konkretləşdirsən, bakalavr təhsilini alıb davam edə bilərlər. Amma müəllim olmaq üçün düşünürəm ki, təhsilli olmaq daha önəmlidir. Yəni, ola bilər bakalavr olsun, kollec təhsili də ola bilər. Yəni, heç bir təhsili olmayan biz peşədə işləmişik. İxtisasın gözəl, mükəmməl bilən müəllimlər gəlib, amma öyrətmə qabiliyyəti aşağı səviyyədədir. Yəni, onun o bacarıqları yiyələnməyib də həvsələsi yoxdur. Gəlib kişilər gəlib dülgərdir, deyir, valla mən uşaqlarla bacarmayacağam. Mən döyəcəm bunu, vuracam, əsəbləşəcəm, eləyəcəm, uşağınla mən heç almayacağam. Gəlib nəzarət edirdik. Onlara pedaqoji bacarıqları yiyələndirirdik, müəyyən qədər təlimlər keçirdik, amma yenə də çətinlikdə yaşayırdılar.
Amma qaldı ki, təhsilli olması daha üstündür. Biz axtarırdıq təhsilli biri ki, gəlsin orada daha yaxşı təlim keçə bilsin. Həm özü təhsil alıb deməyin, məlumatlıdır, təhsillidir. Çoxdan təhsildən ayrılan şəxs üçün bir çətin olur. Özü üçün də çətin olur, uşaqlar da ondan çətin öyrənirlər. Amma eləsi də var idi ki, biliyi çox da güclü deyil, o qədər deyil, amma daha rahat, gözəl izah edə bilir, başa salır. Əslində qadınlar daha yaxşı izah edirlər, düşünürəm, peşədə əslində. Çünki onlar ən xırda detaldan belə öyrətməyə çalışırlar. Kişilərdə əksər hallarda elə bilir ki, elə düşünürlər ki, yəni uşaq öyrənəcək də, biləcək də özü. Deyirlər, bunu belə eləgindən, uşaq eləyir, görə səhv eləyir, sən onu niyə səhv elədin, qınayır onu. Amma qadınlar əslində çalışırlar ki, əvvəldən, çünki övladlarını o qədər öyrədirlər, sıfırdan bilirlər ki, onda problemlər, yəni uşaq sıfırdan öyrənməlidir. O halda amma qaldı ki, ümumiyyətlə müəllimlər, qadın müəllimlər nə qədər əziyyət çəkirlər. Orta məktəblərdə qadın müəllimlər daha çox əziyyət çəkirlər. Əslində yəni ucqara gedənlər ola bilər və ya uzaqdan gələnlər ola bilər. Uyğunlaşma məsələsi var. Digər tərəfdən də yuxarı sinif uşaqları biraz uşaqlar müəllimlərə əziyyət verə bilirlər. Qadın müəllimlər əslində. Kişi müəllimlər biraz qorxa bilirlər, amma qadın müəllimlər o qədər bəzən olur ki, qorxmur. Ona görə də müəyyən narahatlıqlar yaradır uşaq müəllimə. Bu halın da qarşısı bayaq dediyim kimi heç olmasa əvvəllər idarəçilikdə ən azından kişilər qalırdı. Direktor və direktor müavinləri kişi olurdusa, indi direktorlar da, direktor müavinlər də qadındır, müəllimlər də hamısı qadındır. Ona görə də uşağa nəzarət də ana eləyir. Bəzi hallarda heç ata olmayan hallarda daha çox əziyyətli olur. Yəni uşaq ancaq qadın görür və ipə sapa yatmayan uşaqlar bilər ortaya çıxır. Yəni çox çətin olur. Mütləq bir kişi obrazı olmalıdır həyatda, uşağın həyatında. Yəni bu üstündür, bu lazımdır, vacibdir. Yoxdursa da bu uşaqda bir üzə verir, əksər hallarda bir üzə verir. Amma dediyim kimi öyrətməyə qalsa düşünürəm ki, qadınlar daha yaxşı öyrədə bilir, öyrədən o vəzifəsini özlərinə götürə bilir düşünürəm. Əlbəttə ki, kişilər də öyrədə bilir, yaxşı öyrədirlər, amma istisna hallarda mən düşünürəm ki, kişilər o da daha üstünlüyə malikdir, sahibdirlər. Necə ki, bəzi sahalarda qadınlar daha çox əziyyət çəkirlər, kişilər daha yaxşı onu işləyə bilirlər, ağır işlərdə. Bu sahədə də düşünürəm ki, qadına aid işdir sanki. Karyerada sizcə akademik təhsil önəmlidirmi? Və yaxud akademik təhsilini karyeranı bir aparanlar balansı necə qorumalıdırlar? Akademik təhsil, bayaq da vurğuladım, bizdə ümumiyyətlə akademik təhsil düşünürəm ki, çox uğurlu davam eləmir. Elə orta məktəbdə də əvvəl mən oxuduğum məktəbdə, köhnə məktəb idi, amma laboratoriya otağımız var idi, müəyyən cihazlar var idi, qoşurduq, quraşdırdıq, maraqlı ortaya bir şeylər çıxarırdıq. Ən son model məktəblərdə mən gördüm, ən müasir məktəblər tikilir. O məktəblərdə belə çox az hallarda o cihazlar, aparatlar var, amma o maddələr, materiallar yoxdur, az halda tapılır. Bu bizim məktəbdə hardasa baxışlamaq olar düşünürəm, amma universitetdə də bu yoxdur, azdır. Bu böyük bir problemi düşünürəm. İndi son dövrlərdə praktikada da bildiyim qədərlə azaldılıb və ya ləğv edilib. Yəni onun yerinə nəzəriyyə oxu, ya dərs danış, belə bir şey. Yəni o akademik təhsili çox aşağı salır. Ona görə də insanlar peşəyə həm də yönəlirlər. Amma peşə təhsilində şagird, məsələn, peşə liseyində maşın modeli gətirilib. Uşaq maşını sürərək öyrənir. Maşın özü də gətirilib, maşın sürərək. Yəni bunu söküb yığır, öyrənir. Bir də var ki, kitabı açıb oxuyasın. Məsələn, mən kompüteri yaxşı bilirdim praktik olaraq. Magistr imtahana gedirdim, aşağı nəticə göstərirdim. 2 dəfə getdim aşağı nəticə, halbuki hər şeyimi bilirəm. Sonra gördüm ki, nəzəriyyə ilə praktika uyğun gəlmir də. Problem oradadır ki, mən onu əzbərləməliyəm. Oturdum nəzəriyyəsini öyrəndim, sonra getdim keçdim imtahandan, ya 3 dənəsi göstərdim informatikadan. Sözlülük vəsiqəsini imtahan verərdim. 2 dəfə getdim imtahana, test tüpdə işləyirəm. Maşın az halda sürmüşəm, maşın olmayan həyətimizdə. İmtahandan keçə bilmirəm. 3 dəfə, 5 dəfə əzbərlədim bütün kitabı, testi, keçdim imtahandan. Sürücülük vəsiqəsini almışam, maşın sürürəm, o uyğun gəlmir. Qaydalarla millətin sürdüyü maşına uyğun gəlmir. Qaydalar başqa şey deyil. Düzdür, orada kitabda tramvay var idi, yəni başqa şeylər vardı. Beynəlxalq səviyyəli şeydə imtahandır və o verilmiş sürücülük vəsiqəsi beynəlxalq kartdır. Ona görə də tramvay da düşür və digər yerlərdən düşür. Amma oradan da görürdüm ki, yəni praktikada mən normalda bilirəm ki, qayda belədir ki, burada belə dönməliyəm. Bu saxlamağa icazə verilmir, amma görürəm ki, cəmaət biraz fərqli eləyir və hamı da öyrəşir buna
Mən ayrıca getsəm məni vuracaqlar. Yəni bəzi əksər hallarda praktika ilə nəzəriyyə düz gəlmir və universitetdə nəzəriyyə üzərində getdiyi üçün akademik təhsillər, məktəbdə, universitetdə praktika arxada qalır. Amma həyatda isə praktika bizə vacibdir. Onun üçün də praktika ilə davam etməmiz üstündür və onun üçün də millət peşəyə üst tutur və düşünürəm ki, orada daha uğurlu olur, səbəb də ondan ibarətdir. Bu balansı qorumaq vacibdir. Balansı qorumağın da bir tərəfi odur ki, Lənkəranda STEM mərkəzi tikilib. Kurslar var, kompüter kursu var, digər. Əgər mənim ixtisasım, peşəm akademik səviyyədə İKT olacaqsa, informasiya kommunikasiya texnologiyaları olacaqsa, mən kursa da getməliyəm və evdə də hazırlaşmalıyam. Peşə olaraq da, praktik olaraq da özümü formalaşdırmalıyam. Nəzəri olaraq tətbiq etsəm, iş tapa bilməyəcəm. Tapsam belə, yəni mənə verilmiş maaşdan qane olmalıyam. Çünki mənim bacaracağım odur. Bir hansısa bir təlimçi danışırdı, dedi ki, bir neçə hamı iş yoxdur, iş axtaram deyir, amma taksiyə soruşuram ki, bəs oturmuşam taksi deyir ki, iş yoxdur ölkədə falan. Deyirəm, bəs nə bacarırsan? Bəlkə kompüter bacarığın var, məndə iş var, belə verim sənə. Deyir, yox, kompüter bilmirəm. Bəlkə bir dil bilirsən, xarici, ingilis zat yaxşı bilirsənmi? Deyir, yox, bilmirəm. Dedi, nə bacarırsan? Dülgərli zat bacarırsan? Deyir, belə də elə özüm üçün evdə yüngül iş görürəm. Bacarığın varmı? Deyir, yox. Deyir, bəs nə iş axtarırsan? Sən bir dənə sükanət da bilirsən, onun üçün taksisən də. Yəni, bir bacarıq qazanmalısan ki, tələb də eləyəsən, istəyəsən. Bir şey bilmirəm, amma tələb eləyirəm. Mən özümü qoy şirkət rəhbərinin yerində. Sən niyə özünü işə götürəsən? Özümüzə o sualı çox verməliyik. Özümüzü formalaşdırmalıyıq. Ondan sonra bir iş istəməliyik ki, o bacarığa uyğun iş yoxdur. Onda haqlı tələb edəcəyik ki, hə, mən bacarıram, amma məni işə götürən yoxdur. Onda haqlı ola bilərik də düşünürəm. Bəli. Bu sizin danışdığınız sadəcə mən real həyatda qarşılaşıram. Öz ailəmdə olan 12 yaşlı, 13 yaşlı uşaq hal-hazırda bildim. Söz əsl mənasında avtomobili, avtobusu rahat formada sökür, yığır, təmir edir və buna səbəb olaraq praktika, hansı ki, öz ailəsində gündəlik o avtomobilə təmin olunur ki, gözünün önündə kiçik yaşdan belə bunu görür. Hansı ki, necə ki, dil öyrənəndə biz uşaqlıqdan kiçik yavaş-yavaş və bir görür artıq ana dili kimi danışır. O uşaq hal-hazırda 13 yaşından oxumasına baxmayaraq, açıq deyim 35 yaşlı ustalardan daha yaxşı avtomobildən başa çıxır. Atası evdə olmayanda belə problemi tapır, həll edir və atası gələnə qədər ki, problem arda qalmır. Amma akademik səviyyəyə gələndə biz öz ixtisasıma misal çəkim, mən proqramlaşdırma təhsil alıram, IT sahə üzrə və imtahanlarda kodlaşdırma varağa yazırıq. Biz və bu formada bizim təhsilimiz yoxlanılır. Artıq belə deyim də biz universitet bitirdikdən sonra artıq bir il sonra universiteti bitirirəm. Google-a misal üçün deyirəm, Google, Microsoft və s. şirkətlərə müraciət edəndə bizdən proqram istəyəcəklər, biz varaqda yazıb verəcəyik, buyurun işlədə bilərsiniz, yəni o öz şeyizdir. Ona görə də sizin dediyiniz kimi praktikanın olmağı çox önəmlidir. Akademik təhsildə bu çox aşağıdır, yəni açıq formada öz şəxsi fikrimi bildirsəm, ya Azərbaycanda bakalavr təhsil almaq istəyirsənsə, bir neçə, yəni 3 universitet varsa, onlarda təhsil adı ola bilər, Ali Neft ola bilər, Prezident İdarəçiliyi ola bilər və s. Bu universitetlərdə ya təhsil almalısan, ya peşə təhsil edilməlisən, ya da ki, hər hansı bir sahədə özünü sınamalısan. Əks halda sıravi tələbələr kimi həyatı davam etdirəcəksən. Fikirləriniz çox dəyərlidir, çox sağ olun ki, iştirak elədiniz çəkilişimizdə. Son olaraq, yəqin bizi izləyirsiniz, auditoriyamızı bilirsiniz. Sizdən izləyicilərimizə məsləhət vermənizi istəyəcəm. Öz həyatlarında və yaxud öz həyatınızdan misal olaraq göstərmənizi istəyəcəm ki, onlar da öz həyatlarınızı qursunlar, hansı sahəyə yönəlsinlər. Çox sağ olun. Mən yenə də təşəkkür edirəm sizə. Bu gözəl harmoniyanı qurmusunuz, maraqlı. Və siz insanlara fayda verməyə çalışırsınız. Bir yerdə oxumuşdum, insanın dəyəri, qiyməti digərlərinə verdiyi fayda qədərdir. İnsan dünyaya keçəndən sonra onu xatırlanır. Nə qədər fayda veribsə, o qədər xatırlanır və o qədər onun üçün nə qədər ağlayırlarsa, onun dəyəri də odur. Onun üçün nə qədər düşünürlərsə, onun dəyəri o qədərdir. Siz insanlara fayda vermək üçün çalışırsınız. Bu yolda sizə uğurlar arzulayıram. Təşəkkür edirəm sizə həm də. Cəmiyyəti bir növ o qədər səhv yola çəkənlər var ki, siz yaxşı yola çəkməkdən ötürü əziyyət çəkirsiniz, can yandırırsınız. Və həmişə deyirəm, pis yola çəkmək çox rahatdır. O günləri valideyn iclasında deyirəm ki, 1 kiloqram alma qoyaq, bir dənə çürük alma qoyaq ortasına. Bir müddət sonra görərik ki, o birilərdə yaxşı çürüyüb. 1 kiloqram alma, bir dənə çürüyü düzəldə bilməyəcək. Amma hamı çürüyəcək. Pislər də beləcək. Bir dənə pis insan 4 dənə yaxşı uşaqla da otursun, onlar yaxşı pis eləyəcək, amma onu yaxşı eləmək çətindir, çox çətindir. Bir yaxşı digərlərini yaxşı eləmək çox əziyyət çəkir. Çox problem yaşayır. Amma bir
pis rahatlıqla digərini pis eləyə bilər. Məsələn. Odur ki, siz çox ağır işin altına girmisiniz, çox əziyyətli işin altına girmisiniz və sizə bu yolda uğurlar arzulayıram. İzləyicilərimizə də bu kimi və bundan fərqli formatda ola bilən podkastlarla məşğul olmağı, izləməyi, dinləməyi məsləhət görürəm və öz peşəsini araşdırsınlar. Elm və Təhsil Nazirliyinin öz peşə ilə bağlı bir verilişi var. İxtisas.az saytı var. Yəni, bu kimi şeylərdə araşdırsınlar, ixtisasını seçsinlər, məqsəd qoysunlar, o sahə üzrə davam eləsinlər və hər gün ona bir fayda versinlər. Məqsədim nədir? Filan şey. Hər gün onun üçün nəsə eləməliyəm. Ən az 5 dəqiqə, 10 dəqiqə onun üçün ayırmalıyam. Əgər ayırmıramsa, öz gələcəyimi özüm indidən dağıdıram. Əgər hər gün 5 dəqiqə ayırıramsa, demək ki, gələcəyimə nəsə bir maliyyə ayırdım, nəsə bir şey qoydum, fayda verdim. Uğurlar arzulayıram hər kəsə. Təşəkkür edirəm izlədikləri üçün də, diqqətləri üçün də minnətdaram. Əgər o ayrılan vaxtda biz onlara qarşılıq verə bilməmişiksə, o qədər faydanı verə bilməmişiksə, haqlarını hal eləsinlər. Yox, əgər verə bilmişiksə, təşəkkür edirəm. Mən də çox şad olacağam buna. Bir daha təşəkkür edirəm müəllim. Çox sağ olun ki, dəyərli vaxtınızı ayırıb gəldiniz. Həm cəmiyyətə fayda vermək üçün uzun müddət söhbət edirik, həm də ki, qonağımız oldunuz. Növbəti görüşlərdə görüşmək ümidi ilə təşəkkür edirəm bir daha. Sağ olun.